Qarabağın səsi, musiqi ilə könüllərə yol alan canlı görüş. Şair İxtiyar Dönməz və Ülviyə Qasımovanın təqdimatında yayımlanan Qarabağın səsi musiqili proqramı Qarabağın zəngin musiqi irsini və söz sənətini bütün dünyaya çatdıracaq. Proqramda bölgəmizin sevilən xanəndələri, müğənniləri, musiqiçiləri və saz söz adamları Xarı Bülbül ansamblının müşayiəti ilə bir araya gələrək tamaşaçılara unudulmaz musiqi anları bəxş edəcəklər. Qarabağın nəfəsi, muğamın sehri və sazın ecazkar səsini bir arada yaşamaq üçün bizi izləyin. Hər həftənin bazar ertəsi saat 22:00-da canlı yayımda Qarabağın səsi YouTube kanalında. Qarabağdan dünyaya ucalan səsə siz də qoşulun. Axşamınız xeyir olsun. Qarabağın səsi verilişinin dəyərli izləyiciləri. Hər həftə olduğu kimi bu həftədə biri-birindən gözəl qonaqlarla sizlərin görüşünə gəlmişik. Bir daha axşamınız xeyir olsun. Qarabağın səsi verilişinin izləyiciləri hər həftənin birinci günü saatlar əlbəttə ki 22:00 göstərəndə söz verdiyimiz kimi fərqli qonaqlarla, gözəl, özəl qonaqlarımızla sizlərin görüşünüzə gələcəyik demişik və bugün də çox gözəl, möhtəşəm qonaqlarla sizlərin görüşünüzə gəlmişik. İlk qonağımızı təqdim edirəm. Bəli. Azərstar yarışmasının yadda qalan, sevilən iştirakçısı, televiziya verilişlərindən ifalarını sevə-sevə izlədiyimiz populyar müğənni, bir sözlə Azərbaycanın İbosu Elmir Qəhrəmanov gəlir. İlk dəfə görmüşəm səni mən çay üstə öpdü çənəmiz o həsən həsən. İlk dəfə görmüşəm səni mən çay öpdü çənəmiz o həsən həsən. Nə gülməz, nə gülməz, gözlərin heç gülməz. Bəlkə mən duymuram edirsən mənə. Nə gülməz, nə gülməz, gözlərin heç gülməz. Bəlkə mən duymuram edirsən mənə. Nə gülməz, nə gülməz, nə gülməz, gözlərin, gözlərin heç gülməz. Ne gülməz, ne gülməz, ne gülməz, gözlərin, gözlərin heç gülməz. Ay aman 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 aman. Təbiətin
Seyrinə çıxsam ətirli güllərdə Dər Qarabağdan Dilinə batıbsan yenə ey dil belə dərdi kədərə Nə batıbsan yenə ey dil belə dərdi kədərə Gül danış ömrümüzü qoyma ki getsin hədərə Mən səni sinəm arasında nihan saxlamışam Mən səni sinəm arasında nihan saxlamışam Odur ki, məqsədimiz indi veribdir səmərə Çıx çəmən seyrinə bax arzi cananımıza Bənzər əbrusi hilalə, üzü şəmsü qəmərə Ləbi innabi könül, çarədir biçarələrə Danışılşan elə bil, bal qatılıbdır şəkərə Bal qatılıbdır şəkərə Eğer təbiyyətin seyrinə çıxsan Ətirli güllərdən Dər Qarabağdan Ölədən gizlən Tər mənə şədər yarın Sinə yaz qaranlıqdan Ayranın qurğuna maqdamın yaraşığına Qurğuna maqdamın yaraşığına Gülüşünə doğmaq cəmədim Öz aşığıyla həmişə olubdur Göz Qarabağdan mənə Sağ olun Der yoxu var edən o varlıq yeri la məkandır eydi Yoxu var edən o varlıq yeri la məkandır eydi Qozalıb gedir fəlayiq özünü cavandır eydi Odur hökmüdarı aləm ona quldur padişahlar Buna şək edənlər olsa onları inandır eydi Bir bax sən deyirsən nə idik nə yerdə idik necə gəlmişik cahana Bunu dərk qıl fikirlə sən özün amandır eydi Sifətində Hüsnü Yusif Nəfəsində Ləhli Davud Əli oğlu Nüşravanın üzü nur saçandır eydi Hacı yetdin arzukamə Öp Əbəlfəzin məzarın O gözəl məzar olan yer necə xoş məkandır eydi Gələn geçməlidir dünyadan bir gün Sağ ol Elmi Gələn geçməlidir dünyadan bir gün
Qarabağda, gəz Qarabağda. Gələn geçmədi dünyadan bir gün. Ancaq xatirələr qalar dost üçün. Ey bir gün məni istəsə könlüm, axtarın Qarabağda, gəzin Azərbaycanda. Aman duman dağlar gözəli, dağlar gözəli, dəmərim çal dəmərim, sənə qurban dəmərim. Duman ey dağlar gözəli, dağlar gözəli, dəmərim çal dəmərim, sənə qurban dəmərim. Təşəkkür edirəm Elmir müəllim, xoş gəlmisiniz əzizim. Ramil Qəhrəmanov, xoş gəlmisiniz. Elmir Qəhrəmanovun əmisi Əmisi oğlu. oğlu, Buyurun, bəli. gəlin keçin, Xoş əyləşin. gəlmisiniz. Xoş gəlmisiniz. Elmir, qardaş, şərəf verdiniz. Bakı şəhərindən zəhmət çəkib gəlmisən. Xoş gəlmisən. Elə əyləşməmiş bir ürək sözünü de, qardaş. Əvvəl hər kəs salamlayıram, bütün Qarabağ Səsi verilişin izləyiciləri, eyni zamanda Qarabağ Səsi instrumental ansamblı salamlayıram, gözəl dostlar, var olun. Eyni zamanda İxtiyar sənə təşəkkür edirəm və gözəl xanımımıza təşəkkür edirəm bu gözəl verilişdə. Bizə də bir imkan yaratdınız, biz də Qarabağımızın yeri səsini bu bölgələrdə olan insanlara çatdıraq. Düzdür, biz verilişlərə dəvət alırıq, amma sadəcə olaraq öz rayonumuzda, öz torpağımızda belə bir verilişin olması bizə də çox qürur vericidir və möhtəşəm bir veriliş olacaq inşallah. Allah bütün nəinki Ağcabədi, ümumiyyətlə bütün Azərbaycanın, bütün gözəl musiqiçilərin, söz sevərləri, xiridarları, qiraətçilərinə can sağlığı versin. İxtiyar sən də bizim əzizimizsən. Vallahi şey kimi, minnət kimi çıxmasın, Allah and olsun. Yəni mən sənin dəvətinlə gəldim bu verilişdə iştirak etməyə, yəni. Və özümə də çox böyük belə qürur hissi keçirirəm və eyni zamanda Ramin də xoş gəlib. Ramin də həm oldu, qiraətçidir. Yaxşı qəzəllər verir inşallah. Şair, xoş gördük. Elmir, amma sənə mən təşəkkür etdim, amma bir nəfərə səndən öncə təşəkkür etmək istəyərdim ki, Qaryağdı əmmə. Azərbaycanın gözəl sənətkarı, vaxtı ilə sözün,
demiş, möhürün vurmuş gözəl xanəndəmiz Qaryağdı müəllimə mən təşəkkür edirəm ki, Qaryağdı müəllimdən mən xahiş etdim ki, Elmir mən qardaşımı mən verilişdə görmək istəyirəm. O da dedi sevə-sevə qardaş oğlu Elmir gələcək və Qaryağdı əmgədə sürpriz olaraq mən Ramil qardaşımızı dəvət etdim. Ramil buyur. Çox sağ olun İxtiyar müəllim. Allah canınızı sağ eləsin. İnşallah verilişimiz uğurlu olsun. Siz gözəl ürəyə sahib insansınız. Allah sizləri var eləsin. Bütün musiqi yoldaşları da salamlayıram, tamaşaçıları salamlayıram ki, bugünkü gün əziyyət çəkib gəlib bizi dinləyirlər, dəstək olurlar. Uğurlu olsun inşallah. Təşəkkür edirəm. Buyurun əyləşin, xahiş edirəm. Keçin əyləşin və ikinci bizim qonağımız artıq şeir deyəndən sonra biz təqdim etdik. Çünki belə bir gözəl daha alındı. Amma üçüncü qonağımızı Ülviyə xanım dəvət etsin. Buyur. Növbəti qonağımızı sizlərə təqdim eləmək istəyirəm. Bərdəmizin, nəinki Bərdəmizin, bütün regionlarımızın, bölgələrimizin sevilən ifadəsi, toylarımızın, el şənliklərimizin yaraşığı. Gülnarə xanım, Günəşi dəvət eləyirəm. Həm aranlı, həm də Qarabağlıyam, öz eşqimlə vətənimə bağlıyam. Dağlar qızı, həm də Qarabağlıyam, öz eşqimlə vətənimə bağlıyam. Soruşsalar kiməm mən haralıyam, bu eldənəm,
Ay çox sağ ol, var ol. Gülnara xanım, xoş gəlmisiniz. Gülnar xanım, xoş gəlmisiniz. Möhtəşəm bir ifa təqdim elədiniz. Elə bir ürək sözünüzü eşidək verilişimizlə bağlı, sonra keçin əyləşin. Burada əyləşən qonaqlarım və hər birinizin axşamı xeyirli olsun. Mən də bu yeni verilişinizi təbrik edirəm, arzu edirəm ki, hər zaman davamlı olsun. Əlbəttə ki, mənə də fəxirdir ki, bugünlərim Ülviyə xanım və sizlərin təşriflər bugünkü günü bu verilişdə iştirak edirəm. Allah hər zaman uğurlarınızı bol eləsin. Təşəkkür edirik. Təşəkkür edirik, xoş gəlmisiniz Gülnar xanım. Buyurun əzizim, Keçin əyləşin. əyləşin və mən fürsətdən istifadə edib, buyurun, ürəyiniz istəyən yerdən əyləşə bilərsiniz. Fürsətdən istifadə edib verilişimizin sponsorları haqqında qısa bir məlumat verim. Verilişimizin baş sponsoru Alsı Mol Ticarət Mərkəzi. Ağdam Ağcabədi şosesində, əlbəttə ki, Şərəfxanlı kənd ərazisində tam orta məktəblə üzbəyiz gözəl bir məkanda yerləşən 3 mərtəbəli ticarət mərkəzinin mən rəhbərliyinə dərin təşəkkürümü bildirəm. Hacı, çox sağ ol, var ol deyirəm. Və növbəti sponsorumuz bizim üçün bax belə bir gözəl çəkiliş üçün şərait yaratdığı üçün Ağcabədi rayonu Kəhrizli kənd ərazisində yerləşən ailəvi istirahət mərkəzlərinin ən gözəllərindən elə biri olan Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümü bildirəm. Anar qardaş, çox sağ ol, var ol, qonaqpərvərliyinə görə təşəkkür edirik və Ülviyə xanım, qonaqlarımız haqqında bir nəsə sözüm varsa buyur. Bir daha Qarabağın Səsi izləyicilərini salamlayıram və qonaqlarımızı salamlayıb hər birinizə bir daha xoş gəlmisiniz deyirəm. İxtiyar müəllim, istəyirəm ki, elə ilk olaraq Elmir müəllimə sual verim. İcazənizlə təbii ki. Və istəyirəm ki, aktual suallardan birini sual verim Elmir müəllimə. İndiki zamanəmizin ən aktual sualı. Elmir müəllim, bir çox müsahibələrinizi oxudum. Siz gəlməmişdən əvvəl, daha əvvəl sizi görmüşük, tanımışıq, sevmişik təbii ki. Və siz gəlməmişdən əvvəl istədim ki, görüm Elmir müəllim haqqında daha maraqlı nələrsə oxumağa çalışım. Bir çox müsahibənizi oxudum. Müsahibələrinizin biri mənim diqqətimi çox cəlb elədi. İstəyirəm elə o sualı sizin üçün səsləndirəm. Müsahibələrinizin birində demişsiniz ki, qardaşın da bu sənətdədirsə, istəməz ki, sən qabağa gedəsən. O müsahibəniz mənə çox toxundu. Və bugünə qədər gözləyirdim ki, veriliş gəlsin, Elmir müəllim qonağımız olsun, mən bu sualı ona ünvanlayım. Təbii ki, bu sualda düşündüm ki, hal-hazırda ən aktual sualdır. Elə show biznesdə də, hər yerdə ən aktual sualdır. Ona görə istəyirəm ki, elə mənim bu sualıma cavab verəsiniz, əgər mümkündürsə. Nə üçün o fikrə gəlmişsiniz? Nəyə əsasən o cümləni işlətmişsiniz ki, qardaşın belə bu sənətdədirsə, istəmir ki, sən ondan qabağa keçəsən. Belə deyim də Ülviyə xanım, yəni bu mənim fikrim deyil, bu yəni neçə bir mən və bu həyatda, bu sənətin içində biz 30 ildir varıq, 15 yaşından indi yavaş-yavaş, sonra profesional səhnə, sonra Asif Sənaldan Musa kolleci görmüşəm, çox ifaçılar görmüşəm, böyük sənətkarlarımızda görmüşəm. Yəni bu mən tək mənim baxışım deyil, kimsə kimlərsə şəkil çəkdirirsə, kimsə kimlərsə yan bayan durursa, o necə deyim sizə, yəni onlar qısqanılır mı? Əgər ikisi ifacıdırsa, yəni bir yoldaş kimi, həmkar kimi çəkdirə bilərsən, amma qəlbdə elə bir ifacı tanımıram ki, mən tanımıram, mən görməmişəm ki, yəni o həmkarı istəsin ki, ondan yaxşı oxusun. Mən belə bir ifacı görməmişəm, çünki bu elə bir şeydir ki, idmandakı kimi çıxırsan finala, finalda qardaşınla düşsən, tutaq ki, finala, dünya çempionatıdır. Hansı ucuz, istəyərsən sən udarsan, olsa o sevinərsən. Sadəcə olaraq sənin uğurun olmalıdır bu həyatda. İmza atmalısan və təsdiqləməlisən. İməsi yenə təkrar edirəm, mən görməmişəm, bəlkə görənlər var. Bu sənət çox belə başqa cür sənətdir. Heç kim istəmir ki, ondan yaxşı oxuyasın. Mümkün deyil yəni bu. Amma Elmir, qabaqlar belə deyildi. Mən ağsaqqallardan eşitmişəm. Deyir, günlərin bir günü Yaqub Məmmədov, Allah rəhmət eləsin, bu böyük sənətkarımız gəlir bir toy məclisinə, bir ət geyişmişmiş. Gəlib görür ki, bir gözəl bir kimsə mağarada oxuyur da, qabaq indi şadlıqlar yox idi, hamımız bilirik. Soruşur ki, kimdir bu, deyirlər, Zil İdris. Allah ona da rəhmət eləsin. Deyir, bu oxumaqdan sonra oxumaq günahdır. Görək, bu boyda böyük sənətkar bunu deyir və mikrofonu götürmür. Sonra, yenə deyirəm, eşitdiyimi deyirəm mən, 2 gün toylar gedir də. Səhərsi günü Yaqub Məmmədov biraz tez gəlir məclisə. Zil İdris gəlir ki,
kimdisə mağarada belə deyək də toyu ələ alıbdı, səs maşallah zəngülələr. Deyir, kimdir oxuyan? Deyirlər, Yaqub Məmmədov. Deyir, vallahi bundan sonra oxumaq günahdır. Amma indi heylət deyil. Mən dəfələrlə şahid olmuşam, Elmir. Deməli, toydur da, toy sahibinin ürəyi istəyib, səni də çağırıb, məni də çağırıb, Ülviyə xanım da çağırıb. Hərə Allah bir səs verib, hərə Allah bir güc verib və biri çıxır, oxuyur. Biraz səsi olan qadir deyir ki, görün də mən çıxıb neynəyəcəm. İstəyir ki, onu əzə. Məsələ buradadır da, məsələ buradadır ki, yəni o indi Yaqub Məmmədov Allah rəhmət eləsin, böyük sənətkarımız. Siz gördüyünüz odur, görmədiyiniz də var ki, məsəl üçün bəlkə də Yaqub Məmmədov da o boyda sənə istəməz ki, ondan yaxşı kim olsun. Çünki Yaqubdan o tərəf oxuyan yoxdur axı. Məsələ buradadır. Bəli, Allah sizi var eləsin, Elmir. Allah köməyiniz olsun. Mən bir daha təşəkkürümü bildirirəm ki, bu verilişə gəldiyin üçün və Elmirlə mənim aramda, mən deyim də, bir nəfər də var ki, vasitəçi olub. Fuad qardaşımı, Fuad Ağcabədini salamlayıram. Bizim dəyərli, gözəl müğənnimiz. İnşallah növbəti efirlərdə mütləq bizim qonağımız olacaqdır. İnşallah çox sağ ol Fuad deyirəm və Qarayağda əmmə bir daha təşəkkür edirəm. Ramil qardaşımız, Elmir qardaşımızın əziyyətini çəkib, Bakıdan bura gətiribdi, qaytaracaq da və bir neçə gündəki burada... Bütün qanarlar bunluqdur. Bəli, bəli. Və Ramil, çox sağ ol, var ol deyirəm. Amma izləyicilərimiz səbirsizdir. Mən üzr istəyirəm qeyd edirəm. Fuad da mənim bibim oldu, bilirsiniz də. Bilirəm, bilirəm. İncə sənətə bağlı olan insanlardır, onu da salamlayıram buradan. Fuad, öpürəm səni bağrıma basın. Və verilişimizin bax bu gözəl ifaları ilə gözəlləşdirən ansambl, Xarı Bülbül ansamblına mən çox sağ ol deyirəm. Əlbəttə ki, mən qeyd edeyim, üzrlü səbəblərdən bir neçə efir Rüfət Bayramov verilişdə olmayacaq işlə əlaqədar. Bizim verilişimizin ansamblının bədii rəhbəri Xaləddin Ayazoğlu başda olmaqla hər birində təşəkkür edirəm. Xoş gəlmişsiniz. Həmişə belə gözəl verilişlərdə olasınız. Operatorlar və bir daha Hüseyin studiyasını mən bir daha dönə-dönə istəyərəm ki, deyəm, razı olmasalar da, amma mən bunu deməliyəm. Hüseyin studiyasının bütün kollektivini çox sağ ol, var ol deyirəm. Qonaqlarımız özləri də, musiqiçilərimiz də, biz də, operatorlarımız da, Elmir, istəyir ki, səndən bir gözəl, amma mən deyəcəm mahnını. Olar mı? Ən çox sevdiyim mahnılardan biridir. Aramam. Bildin də hansı mahnı deyirəm? İbrahim Tatlıses'in aramam sormam bir daha. Bəli, bəli. Allaha çıxmasa gecəm. Amma yerindən də otur, bax orada da ifa eləyə bilərsən. Çağırsaydın gelmez miydim ya? Senin için ölmez miydim ya? Dünyamı ters etmez miydim ya? Aramam, 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 sormam bir daha.
minlərlə gül vermək istərdim. Amma güllər solar. Sənə ömrümü vermək istərdim, amma bir gün öləcəyəm. Sənə sadəcə sevgimi verirəm ki, o əbədi yaşayacaqdır. Seviyorsun ben de seni yar. Yüreğimler geri dönmüyor. Leylek baba bile dönmüyor. Aramam, aramam, aramam. Aramam sormam bir daha yalvarsan bile Allah. Çıkmasa gecem sabaha aramam. Peşinden geldim kaç kere, dünyamı yıksın bin kere. Kırıldım sonra bir kere aramam. Sınavda sevgi aşk okum, çıkarıp atabilirim. Çekilip köylere yoktur yukum, geceler yatabilirim. Sınavda sevgi aşk okum, çıkarıp atabilirim. Çekilip köylere yoktur yukum, geceler yatabilirim. Neymiş sevgi, eşk meleğe karışıp yuhum zehir balıyla. Ay çekip gözüme şöyle, geceler yatabilirim. Neymiş sevgi, eşk meleğe karışıp yuhum zehir balıyla. Ay çekip gözüme şöyle, geceler yatabilirim. Geceler yatabilirim. Geceler yatabilirim. Geceler yatabilirim. Geceler yatabilirim. İhtiyar buyur. Güzel şairimiz. Şirin yuxularım ərşə çəkilib. Mənə əzab verir zülmət gecələr. Hicranlı gözlərim yola dikilib, ömrümə yazılıb töhmət gecələr. Ay Elmir, sevgi alovunda mən də yanmışam. Sevgi sadağında mən də donmuşam. Səni mən ömrümə çıraq sanmışam. Qismətim nə oldu möhlət gecələr. Coşub dəniz kimi çağlaya bilsəm, bir çələng toxuyub bağlaya bilsəm,
Ay Lüya xanım, bu nakam eşkimi ağlaya bilsəm, mənə də rəhm edər, zülmət gedələr. Mənə də rəhm edər, zülmət gedələr. Ey bəzən sübhə kimi durub şəşikdə mənim qaydıma qalayanma. Bəzən sübhə kimi durub şəşikdə mənim qaydıma qalayanma. Hemen kucağımda hem de beşiğde Mənim şirin şirin lay lay çalarım. Sağ ol Elmir. Allah səni var eləsin. Arzəbədimizin fəxri. Deyir insanoğlu yaxşı düşün sonun Allah dünyasını. İnsanoğlu yaxşı düşün sonun Allah dünyasının. Bir günahkar bəndəsiyik, biz də günah dünyasını. Deyir qardaş, şükür elə verdiyinə, öz bağından dərdiyinə, mənim demə gördüyünə, Qadir Şah dünyasının, Qadir Şah dünyasının. Deyir qardaş, kim ki nəfsə qul olmadı, bil ki saçın oy olmadı, daş üstündə daş qalmadı, neçə padşah dünyasının, neçə padşah dünyasının. Buyur ay Elmi. Ey balta verilmez balanın tadı. Özüm də kövrəlləm. Analar haqqında nəsə oxuyanda özüm də kövrəlləm. Ey balta verilmez balanın tadın. Sen dünyadan doydun, bizden doymadın. Adıma yanıştın, közüme yandın. Adıma yanıştın, közüme yandın. Ay mənə məndən artıq yanarıma. Mən söz verirəm, hər veriliş hikmətli sözlərlə qonaqlarımızın görüşünə gələcəyəm. Bəzi hallarda elə şeir yerinə o hikmətli sözlər işlədəcəm. Yuxunu tərk etdin mən oyanınca, başımın üstündə dayandın xəstələnincə, göz yaşı axıtdın canım yanınca, əməyim böyükdür üstümdə anam, əməyim böyükdür üstümdə anam. Vallahi Elmir, Fərhad Hüseynoğlu məni dilləndirir. Amma Ramil, üzrlü hesab elə.
Anamı elimden tez alma Allah. Qoyunun burcundan qaytarım biraz. Qardaşlar, acılar siz olun agah. Ana ürəyinə toxunmaq olmaz. Nə tez qocalmısan əsir əllərin. Niyə varlığımı çəkirsən dara? Ağappaq olubdur qara tellərin. Gözləri yaşlayan ürəyə yara. İşte olan zaman yanımı kesip diyerdin azarın gələydi mənə. Kövrək dodaqların üzümdə əsir. Ana qurban olun məhəbbətinə. Ana qocalsan da başımda taşsan. Ana qəlbimdəsən, ürəyimdəsən. Hamıdan ki səndə dərdə əl açsan. Bir dəfə küsmədin, xəta edənsən. Sağ ola Elmir. Karı Bülbül ansamblı. Ölüp yatağımda can veren zaman Ölüp yatağımdan can veren zaman can veren zaman başı üstədir ümid təbibləmə Ey küskünə gözlər yaxtaran zaman Küskünə gözlər yaxtaran zaman Bir ki sən olmanı, bir ki sən olmanı Gəzirəm Aman 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 aytaydaq Yol sevenler açaldı Bülbül bana uçaldı Yol sevenler açaldı Bülbül bana uçaldı Oxuyardı nəğməmi Basırmaya salməni Oxuyardı nəğməmi Basırmaya sal bizi Basırmaya sal Basırmaya sal Basırmaya sal bizi Basırmaya sal Basırmaya sal Basırmaya sal beni Ay maşallah Kuşlar uçup göğsemene gelenden Güllerime gelmeyin deyenden Ay ışığı alıp düşenden Kara gözlerine bakıp değer mi? Ay ışığı alıp düşenden Kara gözlerine bakıp değer mi? Değer mi bana değer mi? Kara gözlerine bakıp değer mi? Bravo. Allah səsinizi qorusun Elmir bəy. Hə, indi istəyirəm ki, növbəti qonağımız Gülnarə xanıma söz verək. İxtiyar müəllim, onu qeyd edeyim ki, tamaşaçıların da nəzərinə çatdırım ki, Gülnarə xanım həmçinin də xına partisidir. Çox gözəl xına təşkil eləyir, çox gözəl xına aparıcısıdır. Bərdəmizdə, bütün bölgələrimizə Gülnarə xanım xına təşkil eləyir. Gülnarə xına evi. Həmçində belə gözəl səsə sahibdir.
Günar xanım, istəyirəm növbəti dəfə yenidən sizə söz verirəm. Sizin ifanızda çox gözəl bir nəğmə dinləyək. Buyurun. Görün də Ülviyə xanım özü xına aparıcısı ola, amma gör həmkarını Bəli, Günar xanım bizim sevimimizdir, Eşq olsun əzizimizdir. sənin ürəyinə. Sağ ol. Teşekkür ederim her birinize. Buyurun. Buyurun. Yoruldum sevgilim, gül güzel
İndi isə Xarı Bülbül ansamblunun bədii rəhbər olan Xaləddin Ayazoğlu'nun ifasını dinləyək. Xarı Bülbül ansamblunun təqdimatında bir solo ifa dinləyək. Çox sağ olun, var olun. Xaləddin Ayazoğlu, bədii rəhbər, başda olmaqla Xarı Bülbül instrumental ansambla dərin təşəkkürümü bildirirəm və bu günləri Ülviyə xanımın mənim dəvətimi qəbul edib bu verilişə təşrif buyuran qonaqların hər birinə ayrı-ayrılıqda çox sağ olun, var olun. Təşəkkürümüzü bildirir və istəyərdim ki,
Sponsorlarımız haqqında qısa bir məlumat verim. Ramil Qəhrəmanovdan bir gözəl bir şeir parçası eşitdik. Sonra Ülviyə xanım yekunda elə Fəhrad Hüseynoğlu'nun ifasında və gözəl ansamblın əlbəttə ki, gözəl ifasında bir gözəl bir solo ilə verilişimizə yekun vuraq. Mən fürsətdən istifadə edib verilişimizin baş sponsoru Ağdam Ağcabədi şosesində Şərəfxanlı kənd tam orta məktəbi ilə üzbəyiz gözəl bir məkanda yerləşən Alsu Mol Ticarət Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Və əlbəttə ki, müsizsiz xidmətlərə görə, ləziz yeməklərə görə, bizlərin hər birimizin qulluğunda hər zaman duran və bizim verilişimizə belə bir gözəl çəkilişlərə şərait yaradan Kərzi kənd ərazisində yerləşən Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə çox sağ ol, var ol deyil. Anar qardaşımıza xüsusən təşəkkür edirik və dəyərli qardaşımızdan, gözəl qiraətçimizdən bir gözəl bir şeir parçası eşidək. Buyur, əyləşdiyin yerdə də deyə bilərsən, çox xahiş edirəm. Əyləş, bir gözəl bir şeir parçası eşidək və biz də izləyicilərimizlə sağollaşaq. Növbəti verilişlərə qədər deyək, gözəl şeirdən sonra ansambldan gözəl bir ifa eşidəcəyik və ansamblın solo ifası ilə verilişimizə yekun vuracağıq. Buyur Ülviyə xanım. Qarabağın səsi izləyicilərindən növbəti görüşlərə dək deyirik. Buyur. Şair bir daha xeyirli, uğurlu olsun. Verilişimizin açılmağa bir aydır. Maşallah partlatmışsınız. Deyib dil mürğünü seyr etmisən, ey gözləri şəhbaz. Dil mürğünü seyr etmisən, ey gözləri şəhbaz. Mən səndən uzaqlaşmaram, ey dilbəri tənnaz. Hicr ateşinə, yaxmacınən aşıqı zari. Məndən sonra çox axtaracaqsan bu diyarı. Olmazmı olaq, biz sən ilə eşqidə həmraz. Mən səndən uzaqlaşmaram, ey dilbəri tənnaz. Teşekkür edirik, çok sağ ol. Var ol deyirik və ansambldan, xüsusən də gözəl qarman ifaçısı Fərhad Hüseynoğlu'ndan gözəl bir solo ifa eşidək. Gecəniz xeyrə qalsın deyirik, növbəti görüşlərə qədər, növbəti verilişlərə qədər deyirik və bir daha qonaqlarımıza təşəkkür edirik. Buyursunlar.